Allahümme salli ala Muhammed ve ala Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibin tahirin ve la'anud daim ala adaihim ecma'in min el-an ila kıyam yevmiddin. Allahümme kun li veliyyikal Hüccet ibnil Hasan salavatuke aleyhi ve ala abaih. في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا وصلى اللهم عليه وعلى آبائه الطاهرين. Bəhsimiz gəldi didə el-məsələtul əşrun 20-ci məsələ fi ənəhu Teala leysə bimər'i. Allah Teala görünən deyil. Qalə və rü'yə dedi ki, və həmçinin Allahın varlığının sabit olmağı, vacib olmağı rü'yəni də, görünməni də nəfi edir. Allahın görünməsi məsələsi kəlam elmində geniş bəhs olunan məsələlərdən biridir. Bunun geniş müzakirə olmasına əsas səbəb isə əşərilərin bu barədə olan fikirləridir. Və illa əgər birdən əşərilərin fikirləri olmasaydı bu barədə əsasən də müzakirə çox da olunmayacaqdı. Niyə? Çünki bundan əvvəlki bəhslərimizdə Allahın mütəhəyyiz olmamasını keçdik, hər hansı bir yerdə olmamasını və həmçinin Allahın hər hansı bir cəhətdə olmamasını keçmişik. Bu iki bəhsin keçilməsi ilə artıq Allahın görünməməsi sabit olurdu. Yəni Allahın görünməsini də uzaq-başa həmin o bəhslərin içində zikr olunacaqdı və deyiləcəkdi. Çünki hər hansı bir məkanı yoxdur və yaxud da hər hansı bir cəhəti yoxdur deyə Allah Teala görülə bilməz. Lakin burada əsas məsələ əşərilərin dediyi bir fikir üzərindədir ki, əşərilər deyirlər ki, Allahın bir məkanı yoxdur və Allahın bir cəhəti də yoxdur. Yəni burada deyir ki, müvafiqdirlər bizi ilə. Lakin deyirlər ki, Allah Teala görülə bilər. Çünki görmək üçün ayrıca bir dənə dəlillər təqdim eləyirlər. Buna görə də həmin bu görülmə məsələsi, Allahın görülən olmaması ayrıca bir dənə məsələ olaraq müzakirəyə çıxarılır. Təbii ki, bu görünmə məsələsi, yəni əşərilərin dediyi sözə görə də bu qədər geniş müzakirə olunmur. Əsas məsələ qayıdır, deyək ki, nəqli dəlillərə. Nəqli dəlillərə qayıdır ki, nəqli dəlillər əsasında əhl-i-sünnə mənbələrində Allahın görülməsinə aid kifayət qədər dəlillər mövcuddur. Ki, inşallah onların bəzilərinə işarə eləyəcəm. Ki, kifayət qədər bu barədə dəlillər mövcuddur və həmin bu dəlillər olduğuna görə də əhl-i-sünnənin içində müəyyən bir məzhəblər və fikirlər ortaya çıxır və Allahın görüləcəyini, qiyamət günü görüləcəyini deyir. Burada hədis mənbələrinə baxanda görürük ki, Əhl-i Beyt əleyhissalamdan gələn hədislər isə bir növ deyək ki, həmin bu görülməni nəfi eləyib. Məsələn, hətta düzdür, görülmə barədə məsələn Şeyx Saduq rəhmətullah aleyhin Ət-Təvhid əsəri yazılma səbəbini qeyd edəndə deyir ki, gördüm ki, bəzi müxaliflər bizə bir təcsim əqidəsi ittihamı vururlar, bir də ki, Allahı görmə barəsində olan bir növ deyək ki, ittiham eləyirlər bizə ki, yəni bizim əqidəmiz bundan ibarətdir ki, Allah Teala cisimdir və yaxud da Allah Teala gözlə görüləcək. Buna görə Şeyx Saduq rəhmətullah aleyh gəlir Təvhid əsərini yazır. Yəni Təvhid əsərinin yazılmasına səbəb əsasən bir Allahın cismi olmasını inkar eləməkdir, bir də ki, Allahın görülmə məsələsini inkar eləməkdir. Və baxanda görürük ki, nə qədər hədislərdə Əhl-i Beyt əleyhissalam Allahın görülməsinin mümkün olmadığını və görülməyəcəyi barədə təkidlər eləyir. Bu da bunu göstərir ki, yəni həmin dövrdə artıq bu fikir mövcud idi, bu fikir yayılmışdı və Əhl-i Beyt əleyhissalam da bu fikirlə mübarizə aparırdı. Və həmin bu qarşı tərəfin hədis mənbələrində Allahın görülməyinə aid müəyyən bir növ deyək ki, hədislər olduğuna görə bunlar sonradan bəzi ayələrin də zahirindən, çünki inşallah ayələri qeyd edəcək ki, ayələrin də zahirindən istəyirlər ki, buna oxşar bir məna çıxasınlar və desinlər ki, həmin bir növ deyək ki, bu ayələrin zahiri də bunu göstərir ki, Allah Teala gözlə görünəcək qiyamət günü.
Və bundan sonra da müxtəlif məzhəblər meydana gəlir. Bir növ deyək ki, müxtəlif məzhəblər formalaşır həmin bu fikirdən. Əhlül hədisin arasında məşhur olan bundan ibarətdir ki, Allah Teala görüləcək və görülməyi də caizdir axirətdə. Nəzər ki, buna Əhməd ibn Həmbəl ki, Əhlül hədisin əsas imamlarındandır, bu özdə qeyd eləyir. Ər-Raddu alə zənadiqədə. Nəzər ki, Şeyx Cəfər Subhani Buhuthun fil Milal və Nihəldə bu mövzunu müzakirə eləyir. Məsələn, Əş'əridən nəql elədi, budur ki, Əş'əri Əhlül hədisin və Əhl-i Sünnənin əqidəsini bəyan edərkən deyir ki, Məqalat-ül İslamiyyə kitabında ki, Məqalat-ül İslamiyyə bir növ deyir ki, İslamiyin, müsəlmanların bir növ deyir ki, həmin bu məzhəbləri, yəni məqalədə əsas nədir ki, Şeyx Müfid rəhmətullah əleyhində Məqalat kitabı mövcuddur. Yəni, müxtəlif fikirləri, orada müxtəlif məzhəbləri müzakirə edir. Orada deyir ki, yəqulun, əhlül hədis deyir ki, İnnəllaha subhanahu yura bil əbsar, yevmül qiyamə. Allah Teala gözlə görüləcək qiyamət günündə. Baxın, yura bil əbsar, gözlə görüləcək. Kəma yura'l qamar leylətəl bədr. Necür ki, ay bədirlənmiş gecədə, yəni 14 gecəli ay ki, bədirlənmiş olur, tam açıq aydın görsənir. Onu gördükləri kimi də Allah Taala'nı görəcəklər. Yarahul mu'minun, amma möminlər görəcək. La yarahul kafirun, kafirlər onu görməyəcək. Ləənnəhum anillahi məhcubun, çünki onlar Allah Taala'dan məhcubdular. Yəni bir hicab var onlarla Allah arasında. Qalallahu Teala, Allah Teala buyurur: "Kəlla innahum an rabbihim yawma idhin məhcubun." Ki, xeyr onlar qiyamət günü Allahdan məhcubdular. Onun aralarında bir fasılə olacaq, bir maniə olmuş olacaq. Əhl-i Beyt əleyhissalamdan bu ayənin təfsiri haqqında gəlib ki, yəni Allahın rəhmətindən məhcubdular. Yəni ki, Allahın özü ilə bunların arasında bir dənə pərdə olsun, bunlar Allahı görməsinlər. Və innə Musa səələllahi subhanahu rü'yə fid-dünya. Və həmçinin deyir ki, bunların əqidəsinə görə, çünki Allah Teala Həzrət Musa Allahdan onun dünyada görülməyini istədi və ənəllaha subhanahu təcəllə lil-cəbəl fəcəaləhu dəqqə. Və Allah Teala dağa bir növ deyir ki, təcəlli elədi və həmin o dağ parçalandı. Fə'ələməhu bidalik ənəhu la yarahu fid-dünya bəl yarahu fil-axirə. Və bununla da Allah Teala ona bildirmək istədi ki, yəni dünyada görməyəcəksən, mən amma axirətdə görəcəksən. Bu bunların fikirləridir ki, əhlül hədisin fikri olaraq Əş'əri bunu nəql edir. Düzdür, burada bir dənə məsələ var ki, məsələn, amidir ki, özü əhl-i sünnə bir növ deyir ki, alimlərindəndir. Bu gəlir, deyir ki, ümumiyyətlə məsələ axirətə aid deyil. Yəni, Allahın görülməyini deyənlər ki, görülməyi mümkündür. Bu təkcə axirətə aiddir. Hətta dünyada da bu mümkündür. Sadəcə ixtilafları budur ki, görəsən, dünyada görülməyinə aid nəslimiz var, yoxsa yox. Yəni, əqli olaraq, nəzür ki, axirətdə görülə bilər və həmçinin bu dünyada da görülə bilər fikrindədirlər. Sadəcə, məsələ budur ki, görəsən, bir növ deyək ki, buna aid bir nəslimiz var, yoxsa yox. Və deyir, halbuki, yəni dünyada bu cürünə ixtilaf edilmir, amma axirətdə ittifaqlar var ki, görüləcək Allah Teala. Hər bir halda. Düzdür, burada bir dənə məsələ budur ki, bu Allahın görülməyi haqqında əhlül hədisin ki, bunlar ilk qrup, bir növ deyək, əhl-i sünnə sayılırlar və hətta sələflər belə özlərini onlara aid edirlər və ona görə də bunlar deyirlər ki, Allah Teala qiyamət günü görsənə bilər. Təbii ki, burada məsələn Əş'əridən necür ki, Şeyx Cəfər Subhani Həvədallah nəql edir ki, burada çoxlu sözlər nəql edir. Allahın görünməyinə aid. Ki, bir çoxunu deyir, burada nəql eləmə Məqalat-ül İslamiyyədə ki, təqribən 4-5 səhifə ancaq elə qovullar nəql edir. Sadəcə onların məsəl üçün bəzisi mövcuddur ki, məsələn deyir ki, Allah Teala'nı bəli
bu dünyada da görmək olar və yolda və s. gördüklərimizin də Allah olmadığını inkar eləmir. Mümkündür ki, hətta Allah olsun, o yolda gördüklərimiz, yəni bir qismi, məsələn, bir istəyət də bunu deyib. Hətta məsələn digərləri də deyir ki, Allah Taala mümkündür ki, hülul eləsin və bir gözəl bir bəyəndikləri bir şəxs görəndə də deyirlər ki, ola bilər ki, belə Allah olsun. Yəni Allah hülul eləyib də bunun huzuruna. Və həmçinin elələri olub ki, deyib ki, yox, elə dünyada nə cür ki, görmək mümkündür. Mümkündür ki, o ilə qucaqlaşasan, nə bilim, əl verəsən, əlindən görüşəsən, yəni nəsə bu cür nə bir şeylər də eləmək, toxunmaq da olar, bu cür nə, yəni salamlaşmaq da olar. Bu cür nə bir sözlər də deyiblər. Və məsələn, və yaxud da ki, nə cür zirardan nəql olunur. Zirar ibn Amir özü Hicri 2-ci əsrdə yaşayıb, təqribən Hicri 190-da vəfat edir. Düzdür, Bəsrədə olur, yəni Mötəzilədə olur, ona başçılarında olmaq istəyir, sonradan müəyyən bir fikirlər ortaya atır və Mötəzilə onu kafir bilir və deyirlər ki, mücəbbərədən olur. Və ona görə bəzi Mötəzilə alimlər deyib ki, bunu bizdən saymaq olmaz Zirar ibn Amri. Və həmçinin ona tabi olan Həfs-i Fərd mövcuddur. O da deyək ki, sonradan düzdür o əslində, Misirdəndir, sonradan gəlir, Bəsrəyə gəlir və deyirlər ki, Zirara tabi idi fikirdə. Baxmayaq ki, onda əvvəldən Mötəzilə olduğunu iddia ediblər. Məsələn, bunlara nisbət verilir, bunlar deyir ki, İnnəllaha la yura bil-əbsar. Düz, bunda deyim ki, Zirar haqqında Əhməd ibn Həmbəlin şahidlik eləməyi və sonradan onun öldürülməsi haqqında bir fətva da verirlər, Zirar haqqında. Deyir ki, İnnəllaha la yura bil-əbsar. Allah Teala gözlərlə görünməz. Vəlakin yuxləq lənə yevməl qiyamə hasətən sadisə. Sadəcə qiyamət günü Allah Teala bizim üçün deyir ki, 6-cı bir hiss cüzbeyi yaradacaq. Qeyru həvasına, yəni bu hisslərimizdən başqa bir hisslərdir. Fənudrikuh biha. Və biz bu ilə neyinici? Allahı dərk edəcəyik. Və yaxud da məsələn İbn Həzm deyir ki, İnnər rü'yətü səidə leysə bil quvvətil mövdu'a fil əyn. Həmin o rü'yə səidə ki var, Allah Taalanı görmək, səadətli bir növ baxar, səadətli görüş. Həmin bu nədir? Buna səadətli ona görə deyirlər ki, möminlərin mükafatı sayılır bunlara görə. Bu bir növ deyək, bu bizim deyək gözümüz nə olmayacaq? Bəl bi quvvətun uxra mevhubə min Allah. Əksinə bir Allah tərəfindən verilən bir dənə başqa bir dənə qüvvət, həmin o qüvvətlə. Bu kimi bir növ deyək ki, qovullar var və dediyim kimi, məsəl üçün, nəzər ki, axtaranda görsənir ki, nəzər ki, Əl-Milal və Nihəl kitablarına müraciət edirsiniz. İstər Əşərinin məqalatı olsun, istər Şeyx Müfid də qısa olaraq qeyd edir məqalatında. Və yaxud dediyim ki, müasirlərdən, məsələn, Şeyx Səfər Cübhaninin Buhutun fil Milal və Nihəli genişdir. Təqribən 8 ciddi geniş bəhs edir, müəyyən fikirləri. Məsələn, həmin oraya müraciət edəndə görürük ki, burada çoxlu fikirlər mövcuddur. Allahın görülməyi haqqında. Ki, bəziləri sırf elə cisim nə cür görsənər, o cür nədir. Hətta nə cür ki, nəql elədi bəzilərindən bu dünyada görməyi belə deyiblər və hətta o ilə toxunmağın və s. mümkünlüyündən danışıblar. Bəziləri isə gəliblər buna gözlə görülməkdən çıxardıblar. Ya 6-cı bir dənə üzv eləyiblər. Bəziləri deyib ki, bu gözdən olmayacaq, başqa bir hisslə, başqa bir nə ilə. Əgər birdən, çünki bəhsimiz bundadır ki, Allah Teala qiyamət günü görülə bilər yoxsa, görülmək nədirsə görülməkdən danışırıq. Başqa bir şeydən danışmırıq ki. Burada bir dənə qəlbin görməyi deyilən bir söz var. Ki, məsələn, Allah Teala'nın məsələn görmək olan qəlb gözü ilə görmək. Bu təmiz ayrı bir sözdür. Bu əslən rü'yə sözü, rü'yətun qəlbiyyə, bu sadəcə məcazi bir mənada işlənən sözdür. Əsas məsələsi nədir? Yəni kəşf-ü tam olmaqdır. Yəni bir növ deyək ki, yəqinin ən yuxarı həddinə çatırsan və qəlbi tam yəqini olur. O görməkdən hasıl olan yəqin ki, necə olur? İnsan məsəl üçün görsün, haqqul yəqin deyirlər buna və yaxud da məsəl üçün əynul yəqin sonradan. Haqqul yəqinlə də dilə biraz şeydir. İndi mərtəbələrin işim yoxdur. Yəni əynul yəqin nədir? Əynul yəqin bu mənada ki, yəni görməklə olan yəqin. Düzdür, haqqul yəqin deyirlər ki, əynul yəqindən də yuxarıdır. Həmin əgər birdən bundan danışılır, əynül yəqinlə, yəni görməkdən sonra insanda hasıl olan yəqin var, ondan danışılırsa,
Bu bizim bəhsimizə daxil olmayacaq. Çünki əslində burada görmək sözü məcazi mənada işlənən bir sözdür. Həqiqətdə bu görməkdir, bu həqiqətdə nəyisə tam kəşf olmağı, nəyisə tam bilinməyidir. Bunu biz də qəbul edirik. Necə ki, inşallah bu bəhsin axırında getirərik. Yəni, ümumən görmə bəhsini. Bəziləri qabağı savlı, bəziləri ortada müzakirə edirlər, bəziləri heç müzakirə toxunmurlar ona, bəziləri axırda, məsələn, ilahiyyatda Şəsəfə Subhani bəhsin axırında getirir necə ki. Qəlbin görməyi. Qəlbin görməyi barədə bizdə, məsələn, hədislər var. Hətta burada, məsələn, müəyyən bir hədislər var ki, Allah Teala özünü aləm zərdə göstərdi. Necə ki, bu barədə Təvhid-ül İmamiyyə bəhsində danışmışdıq və demişdik ki, təfkik əhli bundan müəyyən bir dənə fikir də çıxardırlar. İndi işim yoxdur, onlara yəni toxunaraq ki, adı nədir, qəlbin görməyi. Amma yəni buradakı həmin o görməkdən bəhsimiz bu görməklər deyil. Yəni qəlbin görməyi məcazi mənada istifadə olunan, yox, o mənası nədir? Kəşf-ü tamdır ki, necə ki, Bab-ı Hadəşərdə də keçmişik və orada da Fadıl Məqdad rəhmətullah əleyh deyirdi ki, burada yəni kəşf-ü tamdan söhbət gedirsə, kəşf-ü tamı biz də qəbul edirik. Hər hansı bir müşkülümüz yoxdur kəşf-ü tamla bağlı. Burada əsas məsələ nədir? Əsas məsələmiz bunlarla görünmə barəsindədir. Görəsən Allah Taala görülə bilər, yoxsa yox. Dediyimiz kimi əhlül hədis məsələn həmin bu sözü deyib. Və yaxud da məsələn digərləri sonraki dövrdə məsələn mücəssimə, necə ki kərramiyyə və s. məsələn bunlardan sayılırdı. Bunlar gəlirdilər, dedilər ki, bəli Allah Taala görülə bilər. Niyə? Çünki bunların fikrinə görə Allah Taala cisimdir. Cisim olduğuna görə də Allah Taala görülə bilər. Heç bir problemi yoxdur. Və hər hansı bir problem də yoxdur. Biz onlarla bəhsimizi harda aparıq? Cihətin nəfiyində, bir də ki, adına mütəhayyiz olmamasında, hər hansı bir məkanın olmamasında. Çünki bunlar qəbul edirdilər ki, cihəti var, bunlar qəbul edirdilər ki, mütəhayyizdir. Bunu qəbul elədiklərinə görə də istərsiniz, bunun da mülaziməsi nədir? Hər hansı bir məkanda olanı görəcəksən də. Yəni, və yaxud da görməyində bir problem yoxdur, ən azından bu cür nə deyək ki, hər hansı bir məkanda olan və s. görünməyində bir problem yoxdur. Bunların orada bəhs edirik. Əgər birdən dediyim kimi, əlavə olaraq əşərilər söz deməsəydi, biz bunlarla oradakı bəhs edib qurtaracaqdıq. Və deyəcəkdik ki, Allah Taala'nın cəhəti yoxdur, Allah Taala mütəhayyiz deyil. Bunlar deyirlər ki, Allah Taala'nın cəhəti var deyə, Allahın mütəhayyizdir deyə Allah Taala görülə bilər. Biz deyirik ki, xeyr, Allah Taala nə mütəhayyizdir, nə də ki, cəhəti var. Ona görə də istərsəmiz nə olacaqdır? Allah Taala görünə bilməzdir. Lakin sonradan əşərilər ki, meydana çıxır. Təbii ki, burada Mü'təzilə, çünki Mü'təzilə əşəridən qabaqdadır. Necə ki, əşəri özü Mü'təzilədən ayrılır. Ki, bu Cübbailərinin oğulluğu və s. olur, ondan sonra ayrılır Əbul Həsən Əşəri. Amma məsələ nədir? Mü'təzilə burada əhlül hədisin və digərlərin müqavimində dayanır. Təbii ki, İmamiyyə də dayanır. İmamiyyə dediyim kimi imamların hədislərini və s. dayanırdı. Buradan da Mü'təzilə də bu məsələdə çox təkid eləyirdi. Yəni Mü'təzilənin də o necə ki, keçən bəhsimizdə elədik və dedi ki, 5 dənə deyək ki, üsulları var. O üsullardan biri də həmin o təvhid və təvhiddə də baxmayaraq neçə dənə bəhs vardı, amma 2 dənə ən mühümü mövcud idi Mü'təzilə üçün. Bir mühüm olanlardan biri Allahın isimlərinin onun zatı ilə eyni olması bəhs idi. Yəni zatından əlavə deyildi və bir də ki, Allahın görünməyi barəsində idi. Niyə? Çünki bu ikisi qarşı tərəfin fikirləri ilə müxaliflik mövcud idi. Yəni qarşı tərəfdə başqa fikirlər vardı əhl-i sünnədə. Və sonradan da əşərilərin meydana gəlməsinə Mü'təzilə ilə əşəri arasında daha çox bir növ deyək ki, bəhs oldu. Və həmçinin Allahın görünməməsi barədə. Bunlar bir əhl-i hədisin də müqabilində dayanırlar. Əbul Həsən Əşəri ki, Mü'təzilədən ayrılır. Mü'təzilədən ayrılır, meyl edir əhlül hədisə. Əhlül hədisə meyl eləyəndə, amma çünki bu adam neçə illər Mü'təzilənin təsiri altında olub. Onlardan bir növ deyək ki, nəsə öyrənib. İstərsiniz bunda Mü'təzilənin təsiri qalıb. Həmin o təsir nədən ibarətdir? Təsir bundan ibarətdir ki, əqidəni əqli dəlillərlə uyğunlaşdırmaq. Əhlül hədisin belə bir şey yox idi, hər hansı bir dərdi yox idi. Bildik ki, qardaş hədisinə gəlib, həmin o hədisin zahiri, təbii ki, əhl-i sünnədən danışırıq. Ki, hədisin zahiri nədən ibarət? Mən onu getirim, qutardı, yetdi. Ağla uyğundur, uyğun deyil, o xalifdir, heç bir şey yoxdur. Ona görə Əhməd ibn Həmbəl və yaxud da digərlər açıq-aşqada Allahın görülməsi haqqında
danışılıb Allahın görüldüyünü deyirlər. Lakin Əbul Həsən Əşəri bunlar da Mütəzilədən ayrılandan sonra Əhlül Hədisə meyl eləyəndə baxır ki, yaxşı, bu Əhlül Hədisin sözünü də götürsün, Mütəziləyə cavab vermək olmur. Ona görə həmin bunların sözlərini başlayır nə iləsə də uyğunlaşdırmağa. Yəni nə cür? Yəni müəyyən əqli dəlillər təqdim etmək. Həmin bu bir növdə Əhlül Hədisin əqidəsinə uyğun olaraq. Və o məsələlərdən də biri Allahın görülməsi ilə bağlıdır. Yaxşı, Allahın bir məkanı var. Əşəri deyir ki, xeyr, bir məkanı yoxdur. Allah Taala'nın bir növ deyək ki, cəhəti var, Əşəri də deyir, yoxdur. Yəni bu məsələdə biz yenə bir növ deyək ki, müvafiqdirlər. Bəs Allah Taala görülə bilər, yoxsa bəli, görülə bilər. Yəni bura qədər düz gəlmirsən biz ilə. Çünki kərramiyə belə əgər desək ki, kərramiyə özü belə qəbul edir. Nəzər ki, əşərilərin bəzi sözlərini oxuyanda məlum olacaq. Kərramiyə özü belə qəbul edir ki, əgər birdən Allahın cəhətinin olmadığını desəm, yoxsa Allahın məkanının olmadığını desəm, o zaman Allah Taala görsənə bilməz. Bunu kərramiyə də qəbul edir. Amma Əşəri burada kərramiyə ilə uyğun deyil. Yəni kərramiyə ilə bizim bəhsimiz hardadır? Məbnai bəhsdir. Yəni bura Allahın görülməsi bəhs məbnai bəhsdir. Allah Taala məkanı var, cəhəti var, yoxsa yox. Orada sabit edəndən sonra da burada bəhsini aparmayacaq ona. Lakin Əşərilər orada bizi ilə eynirlər. Orada bizi ilə eynirlər Allahın görülməsi barəsində gələndə deyirlər ki, xeyr. Allahın görülməsi Allah Taala görünə bilər. Nə cür görülə bilər? Məkanı yoxdur. Allah Taala'nın müəyyən bir cəhəti yoxdur. Deyir ki, olmasın. Yenə də olmadığı halda Allah Taala nə ola bilər? Görsənəcək. Deyirsən, axı görsənməkdən məqsəd nədir? Çünki bəzi əşərilərdən sözlərini oxuyanda görəcək ki, bəhsi istəyiblər qaytasından ləfzi bir bəhsə. Deyirlər ki, burada elə də bir əsas ixtilaf yoxdur, elə eyni sözü deyirik. O da bundan ibarətdir ki, bir növ deyək, kəşf tam olacaq. Yəni, dünyadakı nə qədər yəqinin varsa, elə axirətdə nə olacaq? Yəqinin tam olacaq. Dünyadakı olan həddində olmayacaq, tam olacaq. Necə ki, biz də bunu qəbul edirik. Burada bir problem yoxdur. Və əşərilərdən də bir hissəsi istəyirlər ki, buna doğru aparsın. Amma sual vermişik əsasında ki, bu mənada deyirsinizsə, çünki arada bir problem yoxdur. Hə, eyni söz deyir. Adına da roya qoymursan, nə qoysan, çünki uzaq başı deyəcək ki, adına səhv qoyursan. Bir problem yoxdur. Amma bir çoxuna baxanda görsən ki, yox. Nəzər sözlərini nəql edəndə görsənəcək. Görsən ki, yox, deyir ki, yox. Kəşf-ü tamdır, kəşf-ü tamdan ayrı bir şeydir. Nəzər görəndə nə ki, hasıl olur insanda, həmin o hasıl olma, nəinki hasıl olan yəqindən söhbət görür, yox. Hasıl olma elə görmədi. Amma gözlə görmədi deyir, yox. Cəhəti olacaq Allah Taala'nın, yox. Allah Taala'nın hər hansı bir məkanı ola bilər, xeyr, bunlar da ola bilməz. Amma görülə bilər, deyir, bəli, görülə bilər. Bu sözü deyiblər. Bu sözə ki, məsələ budur ki, görəsən bu deyilən məna təqqül ola bilər, yoxsa yox. Yəni, bu deyilən mənanı düşünmək mümkündür. Yəni, belə bir məna, belə bir görülmə ola bilərmi ki, nə gözlə görülür, nə də ki, kəşf tam mənasındadır. Yəni, o gözlə görüləndən sonra insanın o yəqini və s. nə həddə olur. Həmin o yəqin həddini də nəzərdə tutulma, amma görülmədir. Elə görülmə həqiqi mənasında, amma gözlə də görünmür. Məkan da yoxdur, cəhət də yoxdur. Bu özü mümkündür ya mümkün deyil bu işin özü. Ki əslən çünki bu işin özü qeyri-mümkün olan bir şeydir. Əcür toxunacaq buna. Amma əşərilər bu sözü deyiblər. Dediyim kimi, əşərilərin bu sözü deməyinə əsas səbəb də nə olur? Əşərilərin həmin məbnaları. Yəni, əşəri burada Allahın görülməyini düzü sonradan çalışıb, məsələn, müəyyən bir əqli dəlil təqdim eləsin. Və hətta məsələn Qurandan da müəyyən bir dəlillər və s. getirsin və ona görə də məsələn Xacə Nəsiruddin Tusi rəhmətullahi əleyhə biz baxanda görürük düzdür bir dənə əqli dəlil gətirir. Çünki bundan əvvəl ancaq əqli dəlillər gətirib onu demək olar kifayətlənib Xacənin özü ya. İndi Əllamə bəzən nələrsə işarə edib. Amma görürük Xacə burada əqli dəlildən sonra başlayır Qurani-Kərimdə nələr ki istidlal ediblər, həmin o istidlallara bir cavab verməyə. Həzrət Musa məsələsi və s. Niyə? Çünki axı əqli məsələni mən bunun müqabilində getirim. Bu əslən bunun dediyi əqlə uyğun bir şey deyil. Nə cəhəti qəbul edir, nə adədə mütəhəyyiz olduğunu qəbul edir. Yaxşı, mən buna nə deyim? Uzaq başı deyəcəm ki, yəni ağıl bunu deyir, görsənə bilməz. O ki, nəqli dəlillər getirirsən, həmin o nəqli dəlillərdə müəyyən cavablarımız mövcuddur. Yəni, bunların da əsas bu fikrə düşməklərinə səbəb nə olub? Bu fikrə düşməklərinə səbəb
olan hədislər olur. Hədislərlə baxanda görürük ki, əslində çoxdur ya bu barədə Allahın görülməsi ilə bağlı olan məsələn hədislər. Məsələn, Səhih Buxari Məvaqətus Salatda Fərdus Salatul Əsr və həmçinin bu hədisə oxşar demək ki, Fərdus Salatul Fəcrdə də gəlir. Həmçinin Səhih Müslimdə də demək olar ki, namazın vaxtlarında deyir ki, Kunnə indən nəbi, yəni Cərir ibn Abdullahdan nəql eləyir öz isnadı ilə. Deyir, Kunnə indən nəbi sallallahu aleyhi və aleyh ki, Peyğəmbərin yanında idi. Fənəzərə iləl qamar leylə, yəni əl-bədr. Bu gecənin ayına vaxtı, yəni bədirlənmiş gecənin ayına vaxtı. Fəqal və dedi ki, İnnəkum sətəravnə rabbəkum kəma təravnə hadər qamar. Siz bu ayı gördüyünüz kimi, yəni nə cür görsəz çıxışqa, Rəbbimiz də o cür nə görəcəksiniz. Deyim kimi və sonradan Məvaqətu Salatda Fəzlü Salatı Fəcrdə də bunu nəql edir və həmçinin təfsir-ül Quranda qovluhu səbbəhə bihamdi ki, bu ayənin təfsirində gələn budur ki, Kunnə culusən leylə mə'ən nəbi, Peyğəmbərin oturmuşu, yəni də eyni ravidən Cərir ibn Abdullahdan fənəzərə iləl qamar leylətə 14 14 gecəli aya baxdı. Fəqal innəkum sətəravnə rabbəkum kəma təravnə hada. Bunu gördüyünüz kimi Rəbbimizi də görəcəksiniz. Bu məsələn həmçinin Səhih Müslimdə Əl-Məsacid kitabında Fərdus Salatə İs-Subh vəl-Əsr babında. Demək olar ki, bu bayaq oxuduğum hədisi məsəl üçün getirir. Və həmçinin düzəsində kifayət edir Səhih Buxari, Səhih Müslim. Necə ki, kitablarından da oxuyanda görəcəksiniz həmin bu hədislərə istinad edilir. Amma Musnad Əhməddə də, Əvvəl-i Musnaddə hədisi Cərir'in hədisindən eyni hədisi nəql edir. Və həmçinin digər məsələn üçün hədislər var. Səhih Müslimdə Əl-İman kitabında Ədna Əhlü Dünya babında. Əbu Zübeyir, əxbərən Əbu Zübeyir isnadına ənəhu səmiə Cabir ibn Abdullah ki, Cabir ibn Abdullahdan eşitdi ki, yəsəl anil vurud fəqal yəni qiyamət günü vuruddan ki, danışılır. Orada deyir ki, nəcəu nəhnu yevməl qiyamə. Qiyamət günü biz gələcəyik. Ən kəza və kəza. İnzər, ey zəlikə fəvqən nas. Yəni, bu insanlardan yuxarı bir yerə. Fəqal fətudəl umən bi əvthaniha. Ümmətlər hamısı öz bütləri ilə çağırılacaqlar. Və ma kana ta'budul əvvəl fəl-əvvəl. İlk bu bütər məsələn ibadət edənlər kimdir? Hə, bunlar bu bütlə getdilər. Filan kəslər bunlar bütlə getdilər. Thumma ya'tina rabbuna ba'da zalik. Və bundan sonra Rəbbimiz bizim yanımıza gələcək. Bu hədisin daha geniş forması da var Səhih Müslimdə. Yəni neçədən yerinə nəql olunur. Burada deyir ki, thumma ya'tina rabbuna ba'da zalik. Bundan sonra Rəbbimiz bizim yanımıza gələcək. Fəyəqul mən tanzurun. Ma tanzurun burada zahirən budur ki, düzü nəzər sözünə, amma gözləməkdir. Yəni kimi gözləyirsiniz? Fəyəqulun nanzur rabbana. Biz Rəbbimizi gözləyir. Fəyəqul ana rabbukum. Deyəcəm mən sizin Rəbbinizəm. Fəyəqulun hətta nanzura iləyk. Fəyətəcəllə ləhum. Yədhək. Qal fəyəntəliq bihim fəyəttəbi'una. Ki, bunlar deyəcək, hətta nanzur iləyk. Biz sənə baxa fəyətəcəllə. Və deyir ki, bunlar üçün təcəlli eləyəcək. Düzdür, o dediyim rivayətdə isə daha genişində, Səhih Müslimdə bu cür nədir ki, gəlirlər deyirlər ki, mən sizin Rəbbinizəm. Burada deyir ki, fəyətəcəllə ləhum yədhəq. Hətta gülür də Rəbbiləri. Fəyəntəliq bihim fəyəttəbi'un və o ilə çıxıb gedib ona tabi olacaqlar. Amma dedim ki, bu hədisin digər bir hissəsində gələn budur ki,
Şimdi bu tutarım ki yani konkret cisimli xüsusiyyəti Nə? elmində. Görməkdə necə olacaq? Məsəl üçün, bir yerində düzülməsində rəhmətdəndir. Məsələn, Sünən-i Darimidən, amma bu Müslimdə də həmən bu cür nə gəlir? Ki, Riqaq kitabında Fis-Sucudil Mu'minin Yevmel Qiyamə, qiyamət günü möminlərin səcdə eləməyində burada demək olar ki, zahiri budur ki, həmin bu hədisi deyir. Düzdür, bu da Əbu Hüreyrədir, Peyğəmbərdən eşitdim. İzə cəməəllahu l-ibad fi sa'idin vahid nada munadin. Allah Teala bunların hamısını yığandan sonra insanları bir dənə münada nida eləyəcək. Fəyəlhaq kullu qavm bima kanu ya'budun. Hər bir qövm öz ibadət elədiyinə qovuşacaq. Fəyəlhaq kullu qavm bima kanu ya'budun fəyəbqan nas ala halihim. İnsanlar isə bir halında qalacaq. Fəyətihim onların yanına gələcək. Kim gələcək? Rəbləri gələcək. Necə ki, digər hədislərdə açıq-aşkar deyir. Fəyəqul ma balun nas zəhəbu və entum hahuna. Nə oldu bu insanlar gəliblər və siz isə burada qalmısınız? Fəyəqulun deyəcəklər nəntəzər ilahuna. Biz Allahımızı gözləyirik. Fəyəqul həl tərifunə. Onu tanıyırsınız. Fəyəqulun İzə təərrəfə ileynə ərifna. Əgər birdən özünü bizə tanıtırsa, biz də şey deyəcək. Onu tanıyacaq. Fəyəkşif ləhum ən saqih. Öz sağından həmin bu ayağın bir deyək ki, baldırını açacaq. Fəyəqaunə sucudən və ona səzdə edəcəklər. Və hətta Allahın bu ayəsi ki, yevmə yukşəfə ən saq, baldırın açıldığı gün yud'aunə ilə sucud, səzdəyə dəvət olunacaqlar. Həmin bu hədisi də bu mənada götürürlər. Bu həmçinin deyir, xalı var, xalından tanıyacaq. Görüblər ya. Əvvəl görüblər ya. Deyir. Hər bir halda. Burada yəni əslində çox belə rivayətlər var. Dediyim kimi, sadəcə məsələn Allahın görülməsi ilə bağlı. Məsələn, hətta var ki, Peyğəmbərdən soruşurlar ki, görmüsənmi Allahı? Məsələn, Müsnəd Əhməddə gəlir, Bidayət Müsnəd Abdullahdan, Abdullah ibn Abbasın müsnədində. Deyir, qalə Rasulullah, rəəytu Rabbi təbarəkə təala. Mən Rabbimi görmüşəm. Yəni, Peyğəmbərin hətta Allahı gördüyünü deyirlər. Təbii ki, bu axirətə aid olmayacaq. Çünki məsələ bunu göstərir ki, yəni, sadəcə bu dünyanın özündə məsəl üçün hamı görə bilərmi, yoxsa yox, burada ixtilaflar var. Çünki bəziləri deyirkən, yuxuda ki, görmək olar o ayrı. Hətta yuxuda gördüyünü deyən alimlər belə var. Amma belə görməkdə deyiblər, nəslimiz yoxdur. Amma Peyğəmbər üçün deyəcək, bəli var. Peyğəmbərdə məsəl üçün həmin bu hədislər var. Məsəl üçün neçədən, Müsnəd Əhməddən neçə yerdə şey var ki, bəli, Rəbbimi görmüşəm. Bir oldu. İndi forması haqqında da danışan hədisləri var ki, məsəl üçün deyir, Ənəhə Səmiətun Rasulallah Peyğəmbərdən deyir ki, Darqutnidədir, Ər-Rüya babında.
zikr rivayet Ümmü Tufeyl. Ümmü Tufaylin rivayətinin zikrində. Ənəhu ra'a rabbahu fi'n-nawm fi surati şabin zi vafara. Qadamahu fil xadra alayhi na'lan min zahab ala vajhihi firaş min zahab. Ki Allahı görür. Bir cavan bir oğlan formasındakı yüzündə də saqqal yoxdur və ayağı məsələn bu cür nədir bir qızıldan nə əleyni var və s. bu cürünə görür. Yəni yuxuda görməkdə hər hansı bir müşkül yoxdur. Beyhəqi də Əsma və Sıfatda Bab-ı Maca'a fi qavlillah azze və cəl ki, burada uzun bir hədisdir. Orada da deyir ki, Qala Rasul rəaytu Rabbi cə'dən əmrəd aleyhi hillətun xadra. Bir şey də var. Zinət əşyası və s. də vardır. Hə, də yəni. Yəni gözəl şey deyilir ki, yəni demək istəyir ki, məsələn Bəyəqlar dediyim sadəcə çox uzun hədisdir o. O ki, Müslimdə, yəni düz deyə Bəyəqlar dediyim hədisdir, sadəcə onun bir başqa forması. Ki, özləri də şey edirlər, nəql edirlər. Məsələn, Səhih Müslimdə iman kitabında, Ma'rifət Təriq-ı Rü'yə. Təriq-ı Rü'yənin mərifətində burada Əbu Hureyrədən və təbqa hadihil ümmə fiha münafiquha bu ümmət qalacaq. Fəyətihumullahu təbarək təala fi surətin qeyri surətilləti ya'rifunə. Elə bir surətdə gələcək ki, o surətdə onu tanımırlar. Yəni başqa surətdə gəlsə tanıyarlar. Fəyəqul ənə rabbukum deyəcək ki, mən sizin Rəbbinizəm. Fəyəqulun deyəcəklər nə'udhu billah mink. Biz səndən Allaha pənah aparaq. Yəni Allahdan Allaha pənah aparlar. Hada məkanuna hətta yətinə Rabbuna. Bu bizim yerimizdir. Adına və biz də burada nə edirik? Bir növ deyir ki, dayanmışıq. Fəidə cəə Rabbuna ərifna. Rəbbimiz gəlsə biz onu tanıyacaq. Fəyətihumullahu Teala fi surəti illəti yərifunə. Sonra o surətdə gələcək ki, onu tanıyırlar. Fəyəqul ənə rabbukum. Məsur Rəbbimizdən fəyəqulu əntə Rabbuna. Deyəcəklər, bəli, bizim Rəbbimizsən. Fəyətəbi'unə və ona tabi olacaqlar. Məsələn, digər bir yerdə gələn budur ki, həmin bu Peyğəmbərdən məsələn nəql eləyir. Məsələn, açıq-aşqardır. Necə ki, qədirlənmiş gecədə Rəbbimiz görəcək, su barədə olan bir şeydir. Burada da məsələn açıq-aşqardır. O da budur ki, deyir, Əbi Səidin Xidridən, ənə nasən fi zəmən Rasulullah, qalu, bir qrup insan Peyğəmbərə dedilər, ya Rasulullah, həl nərə Rabbənə yevməl qiyamə, Rəbbimizi qiyamət günü görəcək. Qalə Rasulullah sallallahu aleyhi və səlləm, nəam, Peyğəmbər buyurdu, bəli. Qalə həl təzarrunə fi rü'yəti şəms bil-zahirə, səhəv leysə mə'əhə səhab. Deyir, əgər birdən bu günəş, heç bir bulud və s. olmayanda, onu görəndə nəsə bir mənəviniz olurmu? Hər hansı bir zərəriniz olurmu? Görürsünüzmü, görmürsünüzmü? Bunlar deyirlər ki, bəli, biz adnədə onu görürük. Və deyir, həl təzarrunə fi rü'yətil qəmər leylətəl bədr səhəv leysə fiyhə səhab. Və həmçinin ay haqqında da deyir ki, hər hansı bir buludu yoxdur və s. yoxdur. Siz onu görürsünüz, görmürsünüz. Yəni, hər hansı bir zərər görürsünüz, o görməkdən və yaxud da hər hansı bir maneviniz olur. Qalu la, ya Rasulallah. Qalu ma təzarrunu fi rü'yəti Allah təbarək təala yevməl qiyamə illə kəmə təzarrunu fi rü'yəti əhədihimə. Həmin bunları bu ikisindən birini nə cür görürsünüzsə, günəşlə ayı. O cürünə də Rəbbimizi görəcəksiniz. Və ondan sonra getirir həmin bu hədisi də bunun ardınca getirir. Ki, hətta idə ləm yəbqa illə mən kana ya'budullah. Hamı gedəcək, bir dənə təkcə Allaha ibadət eləyənə qalacaq. İstər birri olsun, istər facir olsun, yaxşılıq eləyəni, ya facir eləyəni. Ətahum Rabbul aləmin subhanahu teala fi ədnə surəti minəlləti rəauhu fiha. Onu gördülər belə ən aşağı surətdə. Yəni ümumiyyətlə məlum da olan budur ki, bu hədislərdən yəni surətləri özü üçün girir.
Girmir. Mümkündür ki, bu baxımdan deyiblər ki, həmin o bəzi qovullar ki, Nəzir Əşəridə nəql eləyir məqalatında ki, mümkündür məsələn küçədə və s. gördüklərimiz hətta Rəbbimiz olsun. Niyə? Çünki qiyamət günü əgər başqa bir formada gəlsəm, onu tanımıramsa, dünyada da ola bilər də, nə bir manisi var ki? Yəni həmin bu hədislər əsasında. Və hətta toxunmaq və s. Çünki bu əqidənin əsası biraz da şeydən gəlir, bu əhli kitabdan və s.dən gəlir. Məsələn, əhli kitabın özündə nəzər ki, indiki yəni şeylərdə də var, Tövratında və İncilində də ki, bir növ deyək, Rəbbi ilə güləşir. Həzrət İbrahimin güləşməyi var, sonra Həzrət Yaqubun və hətta İsrailin bir mənası da odur. Düzdür, bir mənası Allaha bəndə olandır, amma bir mənası da nədir? Quranda da gələn Bəni İsrail və s. o mənada. Amma bunlarda da ki, bir mənası nədir? Həmçinin Allaha qələbə salan. Bu, üstəsməz ona toxunub, ona güləşib. Hətta uşaqlar sunulan o şeydə İncilləri ki var, şəkillərlə və s. ilə orada şəkili də var. Ki, nə cür güləşir. Elə məsələn, həmin bu hədisdə deyir ki, məsələn, bu hədisin arxasında deyir, ondan sonra ətahum Rabbul aləmin, subhanahu ta'ala, fi ədnə surətin minəlləti rəuq fiyhə, qal, fəma təntəzirun, təttəbi'u kullu ümmə ma kənət tə'bud. Hər bir ümmət öz ibadət elədiyinin arxasında geçirsiniz kimi gözləyirsiniz. Qalu ya Rabbənə farəqnən nas fid-dünya əfqər ma kunnə iləyhim və ləm sahibuhum fəyəqulu ənə rabbukum. Deyirlər ki, adnədir, biz düzdür, burada ya Rabbənə farəqnən nas fid-dünya ki, insanlar bizdən ayrılmışlar. Rəbbə müraciət, amma sonradan məlum olan budur ki, bunu Rəbb söyləmirlər. Bilmirlər, çünki deyəcək məhsulun Rəbbizə. Yəni, dünyadakı adına biz onlara daha çox ehtiyaclı idi və s. amma biz onlardan dünyada ayrılmışdıq bu insanlar. İndi onlarla bərabər gedəyik. Bundan sonra fəyəqul ənə rabbukum. Deyəcək, mən sizin Rəbbinizəm. Bu Səhih Müslimdədir, dediyim kimi, iman kitabı Mərifətü Tariqur Rü'yədə. Yəni, Allah'a görməyin o yolları da uzun bir hədisdir. Əvvəlində dediyim kimi deyir ki, günəşi gördüyümüz kimi və s. Rəbbimizi görəcəksə, onu da arxa hissəsində getirir. Və deyir ki, mən sizin Rəbbinizəm. Fəyəqulun deyərlər, nəuzu billah, mink. Biz səndən Allaha pənah bağırıq. La nuşrik billahi şey'a, mərrəteyni av thəlatən. Yəni, biz Allaha heç bir şeyi şərik qoşmuyor. Yəni, bunu 2 dəfə, 3 dəfə deyəcəklər. Yəni, Allah Teala deyir, mən sizin Rəbbinizəm, deyirlər, yoxsa səndən pənah bağırıq və biz Allaha heç nəyi şərik qoşmuyoruz, sənə də şərik qoşmarıq. Buradan da məlum olan budur ki, bunlar deyirlər, onun keyfiyyətini bilmirik, keyfiyyəti təmiz fərqlidir. Keyfiyyəti təmiz fərqli olsa, bu mərifət var da bu insanlarda ki, bunun keyfiyyəti təmiz fərqlidir. Bu gələn də əgər keyfiyyəti təmiz fərqlidirsə, deyəcəklər ki, bu bizim Rəbbimizdir. Demək, bunların elə bildiyi surətdə və s. gəlir ki, bu da deyir ki, yox, sən bizim Rəbbimiz ola bilməzsən. Nauzu billah min bunu deyəndən sonra hətta innə ba'dahum la yakadu an yanqali. Bunlardan bəziləri də üz çevirmək istəyəcək. Fəyəqul hal beynakum və beynə ayə fətərifunehu biha. Deyəcək ki, bəs sizinlə onun arasında bir nəsə Rəbbinizlə sizin aranızda bir nişanə var. O nişanə ilə Rəbbinizi tanıyırsınız. Fəyəqulun na'am. Deyəcəklər bəli. O da nədir? O baldırdır ki, xal məsələsi. Fəyəkşif an saq. Baldırını açacaq. Fəla yəbqa mən kan yəscudu lillahi min tilqai nəfsi illə əzinəllahu ləhu bis-sucud. Bu kimlər ki, bir növ deyək, öz-özünə səzdə eləyirdi, yəni dünyada da bir növ deyəcək, səzdə eləyirdi, onlar nə olacaqlar? Səzdəyə gedəcəklər. Və la yəbqa mən kan yəscud ittiqaən və riyaən illə cəaləllahu zahrahu təbqətən vahidən kulləmə əradən yəscudə xarra alə qafa. Ki, amma bir növ deyək, həmin o şəxslər ki, riya üzərindən və yaxud da qorxaraq səzdə eləyirdi, yəni insanlardan qorxaraq səzdə eləyirdi. Bunun kürəyini bir növ deyək ki, bütün bir təbəqə kimi eləyəcək. Bu, hər dəfə səzdə gedmək istəyəndə belə üzə arxaya tərəf bir növ deyək ki, qaydacaq. Yəni, səzdə eləyə bilməyəcək. Həmin o ayə ki, var, o baldırın açılacaq. Baldırın açılmağı nəzür ki, gəlir həmin hədislərdə, həm də lüğətdə ki, bir adi ifadədir. Bu da günün dəhşətindən danışır. Məsələn, müharibənin dəhşətli vaxta çatdığını deyəndə deyirlər ki, baldırın açıldığı vaxt. Baldırın açıldığı bir mənası budur ki, həmin bu sözdən götürülüb. Nəsə dəhşətli bir şey görəndə o əli dizə vururlar. Bu uzun paltarda da həmin bu dişlər şeydə də bir növ deyək ki, qaldırırlar biraz yuxarı o müsibət görəndə.
O zurnə ki qaldıranda ki, bir növ deyək, baldırı açılır, o nəzərdə tutulur. Nəinki Allahın baldırı və s. deyilmir axı. Quran-ı Kərimin özündə də Allahın baldırı deyilmir ki, hətta ona insan getirsin, harasa da həml eləsin. Sadəcə bunlar getiriblər, həmin bu hədisləri də uyğunlaşdırmağa çalışdırıblar, həmin bu sözlərlə. Və orada deyir ki, baldan açıldığı gün səcdəyə dəvət olunan səcdə eləyə bilməzlər. Bunu bu cürünə getir ki, riya üzərinə səcdə eləyənlər səcdə eləyə bilməyəcək. Thumma yarfa'una ru'usahum. Sonra başlarını qaldıracaqlar. Və qad tahawwala fi suratihi allati ra'awhu fiha awwal marra. Sonra onu gördükləri ilk surət var. Həmin o ilk surətdə görəcəklər. Faqal ana rabbukum. Mən sizin Rəbbinizəm. Feyəqulun ente rabbuna. Deyəcək və onlar da deyəcəklər, sən bizim Rəbbimizsən. Və bu kimi nə qədər hədislər var. Yəni çoxlu bu cürünə hədislər mövcuddur ki, həmin bu hədislər bir növ deyək ki, əhl-i hədis hədisin özünü götürürdü və həmin bu hədis əsasında deyirdi ki, bəli, Allah Taala görsənə bilər, heç bir problem yoxdur. Amma əşərilər problemləri budur. Yəni dediyim ki, məsəl üçün Kərramiyə və yaxud da digərləri həmin bu hədisi götürəcək və deyəcək, hə, məkanı da var, filan şeydə var, qutardı, getdi. Və yaxud da məsəl bu günləri, məsələn, sən sələflər götür, deyir ki, bilmirəm necədir. Adını qoyur, bilmirəm necədir. Amma əslində, yəni, nəyi də soruşsa, hamısını da bilir. Məsəl üçün, əli var, nə bilim, iki dənə sağdadır, bir oradadır, bir buradadır və s. Bu cür iki dənə əldir, bir dənə əldir. Bütün xüsusiyyətlərini və s. hamısını deyirlər. Sadəcə şeylərlə keyfiyyətini bilmir. Ad qoyub bir dənə özündən, yəni keyfiyyətini görə bilmirəm. Və illa əldir, ayaqdır və bu hədisləri də oxuyun. Həmin bu hədislərlə məlum olsun ki, məsələnin kökü dayanır bu hədislərə. Amma əşərilər çünki bunlardan fərqlidir. Həm əhlül hədisdən fərqlidir, həm də sələfdən fərqlidir. Bunlar ağlı qəbul ediblər harasa. Necə yəni çalışıblar ki, ağla uyğunlaşdırsınlar. Ağla uyğunlaşdırmağa çalışanda gəlirlər həmin bu hədislər. Etiqad ki, eləməlidir. Bu bunun etiqadıdır. Böyle Mötəzilə kimi deyir ki, Mötəzilə deyir ki, hər nə hədis ki, və s. ki, əslən uyğun deyil, mən onu qəbul eləməyəcəm. Və ona görə də Mötəzilə baxmayaraq əhl-i-sünnə firqələrindəndir. Amma həmin bu hədislər və s. qəbul eləmirlər. Ona görə onu əhl-i sünnədən xaric bilirlər. Niyə? Çünki bu arada bunun kimi məsələlərdə hədisləri çoxdur. Amma Əşəri həmin bu hədisləri qəbul edir. Bu hədisləri qəbul edir, yaxşı məsələni nə cür həll edirsən? Həll eləməyə gələndə deyir ki, bəli, rü'yədir, görməkdir. Lakin nədir? Lakin həqiqətindən xəbərim. Necə həqiqətindən? Yəni deyir ki, rü'yədir, görməkdir. Amma yəni bu sələfi kimi demir ki, hə keyfiyyətini və s. bilmir. Yox. Deyir, amma deyirsən ki, bəs cəhət onda olmalıdır. Yox, onsuz cəhət yoxdur. Deyir, nə cəhəti var? Nə ad nədir? Məkanı var. Nə görülmək üçün o gözdən ki, şüa çıxmalıdır və s. Bir növ deyək ki, həmin o şüa və s. əsasında məsələn gözün o təbiəti ki var ki, nə əsasında görür. Və orada da nələr ki lazımdır, görüləndə nələr ki lazımdır. Bu şərtlərin də heç birinə ehtiyac yoxdur. Amma görüləcək, bəli görüləcək. Məsələn, bizim alimlərin iki iradından biri budur ki, axı bu təəqqül oluna bilmir, bu düşünə bilmir, bu əslən görülmək də belə bir şey mümkün olan bir şeydir. Nə bir cəhəti olsun, nə bir məkan olsun, və s. Düzdür, burada bir bəhs var. O da bundan ibarətdir ki, görəsən, bu əşərilərlə bizim aramızda olan ixtilaf həqiqi ixtilafdır, yoxsa ləfsi ixtilafdır ki, bəziləri buna bir növ deyək ki, çalışıblar demək ki, ləfzi ixtilafdır. Bəziləri istəyirlər bunu ləfzi ixtilaf aparsınlar. Ləfzi ixtilaf budur ki, yəni adlanmada problem var. Yəni bu rüya adlanı yoxdur. Yəni demək istəyir, çünki biz də qəbul edirik ki, qiyamət günü dediyim kimi rü'yətul qəlbi adlandırdığımız, həmin o qəlb gözü ilə görmə adlandırdığımız, bu da məcazi mənada görmədir. Bu olacaq. O da nədən ibarətdir? Yəni bu dünyadakı olan mərifətin hansı həddə idisə, qiyamət günü təmiz fərqlənəcək həmin bu mərifətin. Mərifətin çox artacaq. Bunu qəbul edirik biz hamımız. Görəsən bunlar da həmin bu rü'yədən bunu nəzərdə tutublar yoxsa yox. Bəziləri çalışıblar ki, bu mənaya gətirib çıxartsınlar. Ki Fəzl ibn Ruzbəhan özünün Əllamə Həllinin Nəhcül Haqq kitabına verdiyi bir növ deyək ki, İbtalu Nəhcil Batil kitabında, batıl yolun, batıl çıxarılması bir növ deyək ki, kitabında bəhs aparır, Əllamə getirdiyi dəlillərə də cavab və s. özü üçün verir və ondan sonra da gəlir, amma deyir ki, mən elə bir söz deyirəm ki, bu sözün bir növ deyir ki, Rabbinə deyən olmayıb. Məsələn,
ki, Dəlailus Sidqə müraciət edirsiniz Şeyx Həsən Müzəffərin 2-ci zidində. Deyir, "Thumma a'lam bil ennehu sanaha li ba'da ta'ammul fi məsələtir ru'ya." Rü'ya məsələsini sənə açıqlayandan sonra mənim üçün bu məlum oldu ki, yəni bə'də ta'ammul deyir ki, mən rü'yət məsələsində, görülmə məsələsində düşünəndən sonra mənim üçün məlum olan bu oldu ki, ennel munaza'a fiha qaribetun bil munazaat lafziyyə. Buradakı münazə, buradakı çəkişmə ləfzi münazəədir, ləfzi çəkişmədir. Yəni ləfzidir. Ləfz olaraq bəhsini aparıblar. Yəni ləfzi nədir? Ləfzi budur ki, həqiqətdə ikisi eyni şey qəbul edir. Bir addım onu qoyur, bir addım onu. Çünki əgər bəhs bu miqdarda olsa, o zaman bu bəhsi aparmağın heç bir mənası yoxdur. Niyə? Çünki ləfzidirsə, nə mənası var ki? Addır da, indi adını istəyirsən rü'ya qoy, istəyirsən qoy. Necə ki, biz məsələn bəzilər rü'yətul qəlbiyyə deyir. Addır da qoyub özündən. Və hada şey ma azunnu səbəqəni ileyhi əhəd min uləma-s-sələf. Bu şey mən təsəvvür eləmirəm, güman eləmirəm ki, məndən əvvəl sələf alimlərindən kimsə, yəni keçmiş alimlərimizdən deyil kimsə, burada bu məsələyə də məndən qabağa keçmiş olsun. Yəni bu mənim bir növ deyir ki, ilk çıxartdığımdır. Fəzl ibn Ruzbuhan deyir. Və sözündə də yəni bir növ deyir ki, həqiqətdə mövcuddur. Yəni digərlərinə baxanda görürsən ki, bəli digərlərin sözü bu deyil. Nəzər ki, inşallah digərlərin sözlərini nəql edəcək. Fəzalikə və bu da buna görədir. Ennel mu'təzilə və mən tabi'ahum minəl imamiyyə. Çünki mu'təzilə və onları tabi olan imamiyyə, yəni imamiyyədən kim onlara tabi olub? Min nufatur rü'ya ki, bunlar Allahın görülməyini inkar edirlər. Yəzkuruna fi ma'nəl hadisil məşhur. Bunlar da bu məşhur hədisin mənasındadır. Və huvə qovluhu sallallahu aleyhi və aleyh. Bu da ki, Peyğəmbərin bu sözüdür ki, Sətəravunə rabbəkum kəma təravunəl qamər leylətəl bədr. Bədirlənmiş gecədən 14 gecəli ayı gördüyümüz kimi Rəbbimizi görəcəksiniz. Həmin bu hədisi bunlar təvil edirlər nə cür? Bunu deyir ki, sözü deyirlər ki, ennəl murad bundan məqsəd əl-inkişafu tamul ilmi. İnkişafu tamul ilmidir. Yəni tam elmi məsələnin məlum olmasıdır. Yəni qiyamət günü sən tam yəqinə çatacaqsan, tam sənin üçün məlum olacaq. Elm olaraq tam, çünki istərsəməz hal-hazırda hər nə qədər də yəqinin yuxarı olsa, bəli, müəyyən şəxslər var, nə cür Əmir əl-Möminindən nəql olunan budur ki, qiyamət günü hicablar gözümün önündən götürüləndən sonra mənim Allah olan yəqinimdə heç nə artıb azalmayacaq. Bu onlara xas olan bir şeydir. Amma bizdə istərsəməz həmin bu mərifət artır. Hətta vaxtına görə də artır. Elə bir hala düşürsən ki, o anda bir növ deyir ki, az qala tam etiqadın olur. Yəni necə tam etiqad? Yəni az qala elə bir görmüş kimi bir şeysən Allah'a. Elə vaxtın da olur ki, əslən bəlkə də Allah'a inanmayanda o qədər şəkk olmur ki, həmin onda məsələ elə bir şəkk yaranır. Ki insanın müxtəlif hallarıdır. Həmin müxtəlif hallar da baş verir. Qiyamət günü isə sənin üçün tam məsələ məlum olacaq deyib. Bunlar bu cür nə təbil edirlər həmin bu hədisə. Əlləzi ləm yəhsul fi hadihi nəşətü dünyaviyyə. Yəni bu dünyada tam hasıl olmayan o tam görülmə ki mövcuddur. Həmin bu tam görülmə necə? Yəni tam elmi kəşf olmaq, tam yəqin həddinə çatmaq ki bu dünyada yox idi. Axirətdə bu həddə gəlib çatacaq. Və səyəhsəl hadəl inkişaf fi nəşətə thaniyə. Bu inkişaf, bu məlum olma ikinci nəşətdə, yəni axirət günü hasıl olacaq. Bu deyir, kimin sözüdür? Mu'təzilə və mən tabi'ahum minəl imamiyyə. Onlar tabi olan imamiyyə. Deyir, vəl-əşairə əl-musbitunə lir-rü'yə. Əşairə isə musbitunə lir-rü'yə. Rü'yəni bunlar sabit ediblər. Deyiblər ki, bəli, Allahı görmək olacaq. Zəkəru deyiblər ki, ennəl murad bir-rü'yə halətun yaxluqaha Allahu fil-hayy. Bir dənə haldır Allahı görmək ki, Allah Taala bunu nədir? Diri bir şəxsdə yaradır. Necə ki, bəzilərində də bu söz gəlir. Ya 6-cı hiss var, o ilə görürüz, amma bəzilərdə deyir, yox, Allah Taala insanda yaratdığı bir haldır. Bir haldır, yaxşı haldır, deyir, həmin o hal şeydir də. Həmin o sözün dediyimiz inkişafı tamdır. Tam məlum olmadı. Və la tuştərət bi-zu. Nə zoya, o işığa, o şüaya ehtiyac var. Və la müqabilə, nə müqabilə ehtiyac var. Çünki görülmək üçün bunlar şərtdir axı. Əgər bir işıqlıq olsun, bir müqabilində olsun, deyir, yox, buna ehtiyac yoxdur. Və la qeyruhum minəş-şərait və həmçinin görülməyin digər şərtlərinə də ehtiyac yoxdur. Deyir, Əşairə də bunu deyir.
Deyir, ثُمَّ ذَكَرَ الشَّيْخُ الْأَشْعَرِي فِي إِدْرَاكَاتِ الْحَوَاسُ الْخَمْسُ الظَّاهِرَةِ. Sonra Şeyxül Əşəri bu İdrakatul Xamsı var 5 dənə dərk üzvü, görmədə, eşitmədə, toxunmada, dad bilmədə. Deyir ki, bu şeylərdən nə deyib? Ənnaha ilmun bi mutallaqatiha. Bu onun mütəllaqlarına olan elmdir. Həmin bu hiss nədir? Mütəllaqına olan elmdir. Yəni görmə nədir? Yəni həmin o görülməyə aid olan elmindir. Fəl-ibsar əlləzi huve ibarətü anil idrak bil basirə. İbsar ki var görmə, görmə nədir? Deyir, görmə həmin bu göz vasitəsi ilə hər hansı bir şey dərk eləmədə, onun barəsində elm eləməkdir. Yəkunu ilmən bil mubsirat. Yəni ibsar deyir, görmə həqiqətdə nədir? Deyir Şeyxül Əşəri də bunu deyib ki, görmə həqiqətdə o görülənlərə olan elmdir. Və leysətur ru'ya illa idrakən bil basirə. Ru'ya da demək nədir? Ru'ya ancaq budur ki, yəni görülmələri dərk edirsən. Görmə nədir? Görməyi dərk edirsən, bilirsən. O barədə elmin olur. Fəalə hada. Deyir, bu əşərlərin bu sözünə əsasən təkunur ru'ya ilmən xasən və inkişafən tamən. Demək, məxsusu bir dənə elmdir görmə. Görmə məxsusu bir dənə elmdir və inkişafı tamdır. Tam məlum olmaqdır. Qayətül əmr ənəhu hasulun min hadihil hasətil məxsus. Sadəcə nədir? Bu məxsus bir hiss üzvündən hasıl olur bu elm. Görülmə budur. Fəzahərə, deyir, buradan da məlum oldu ki, ittifaqul fəriqeyn alə ənə rü'yətullahu Teala əlləti dəllət əleyhəl əhadis hiyəl ilmü tam və inkişaful kamil. Demək, hər iki fərq deyil. Həm Mu'təzilə, həm də Əşari eyni sözüdür. O da budur ki, Allahı görmək ki var, ki bu hədislər ona dəlalət eləyib. Bu nədir? İlmü tamdır və inkişaful kamil və inkişaf kamildir. Kamil inkişaf etmək. Dedim ki, Fəzl ibn Ruzbahanın həmin bu sözünü, çünki Şeyx Muhammed Həsən Muzaffər Dəlaül İstidiqdə Əllamənin sözünü getirir Nəhcül Haqdakı, sonra Fəzl ibn Ruzbahan sözünü, sonra öz rəddiyəsini verir. Həmin orada 2-ci cild 108-ci səhifədə. Və bəqiyyən niza' fi məhəlli husuliha. Sadəcə bunların arasında çəkişmə nədədir? Bu məhəlli husulunda. Nə cür bu hasıl olur? Fəkəmə yəcuzə ən yəkuna məhəlli husuli hadəl inkişaf qəlbən fəlliyücəvvizül mücəvvizən yəkuna məhəlluhu udvən axər huvəl basur. Deyir, sadəcə bir dənə ixtilaf budur ki, həmin bu elm tam harda olur? Deyir, nə cür ki, bunun qəlbdə hasıl olmağı da ola bilər. Yəni, nə cür ki, rü'yətul qəlbiyyəni siz deyirsiniz. Həmçinin bu gözdə də ola bilər. Fəyərtəfi'un niza bil kulliyyə. Ona görə də bu işqal nə oldu? İşqal oradan qalxdı. Fəzl ibn Ruzbahan niyə? Yəni, deyir sözün mənası rəsmi şeydir, gözdə. Deyir, rü'yə bil... Yox, gözdə. Açıq-aşqar deyir gözdə. Deyəcəyim onu ki, bu Fəzl ibn Ruzbahanın əgər sözündən götürür, bəli, oradan da bir hər hansı bir müəyyən bir dənə işqal olmuş. Hazırda nədir? Məsələ budur ki, hasıl bu sadəcə məsələni niyə gözə qaytarır? Bu istəyir ki, onların sözünü eləsin, səhih çıxarsın. Yəni çünki elmi tam desən, deyəcəksən bu gözdür baxır. Deyəndə sən demirsən ki, bu elm qəlbdə hasıl olur. Bu da deyir ki, gözdə hasıl olur. Hə, nə oldu ki, nə dəyişdi ki? Yəni də bir şey dəyişmədi ki. Çünki əsas məsələ nədir? Əsas məsələ bu görmə deyil ki. Əsas məsələ budur ki, elmin olur Allah barədə. Gözlə olan da cihət deməkdir. Gözlə olmur. Deyir, gözlə olmur. Bu əslən dedi, burada açıq-aşqar dedi axı. Gözlə görülməkdən danışılmır. Sadə deyir, gözlə görülmə nədir? Gözlə görülmə bundan ibarətdir ki, yəni sən gözlə görəndən sonra elm hasıl olur. Deyir, bunlar burada mənə nəzərdə tuturlar. Elm hasıl olur, qutardı getdi. Yoxsa bu elm hasıl olmağın yeri var. İndi qəlb deyirsiniz, bir gündən çıxarmışsınız ki, beyindir, sabahlar, bu kimi bir şey çıxardır da. Deyir ki, hə, burada sadəcə demək istəyir ki, bu gözdədir bu hasıl olan elmin yeri. Amma gözlə görsə, yox, gözlə görmürdür ki. Fəzl ibn Ruzbahanın sözü ilə götürsən, oradan da hər hansı bir irad yoxdur. Hər hansı bir, necə irad yoxdur? Yəni, ortada bu boyda çəkişməyə, bu boyda kitablar yazmağa və s. deyməz. Biz onu deyirik ki, ad nədir? Rü'yətul qəlbiyyə var. Yəni tam bir elm olur. Tam bir məlum olur. Yəni Allah, yəni dünyadakı mərifətin qiyamət günü artacaq. Hətta Allah barədə olan mərifətin artacaq qiyamət günü. İnkişafı tam olacaq, tam yəqin olacaq. Amma problem nədədir? Problem bundadır. Əgər Fəzl ibn Ruzbahanın sözü ilə olsa, onda problem yoxdur. Deyir, problem budur axı bu Fəzl ibn Ruzbahanın çıxartdığıdır. Görürsən Əşari bu sözü deyib yoxsa yox? Əşari doğrudan da o dediyi kimi heç bir ortada fərq yoxdur. Yoxsa təmiz başqa bir söz deyib. İnşallah sözlərini oxuyacaq, görsək ki, təmiz başqa söz deyib. Sadəcə məlum olan budur ki, hətta Fəzl ibn Ruzbahan özü də bu bəhsi araşdırandan sonra görüb ki, bunların dediyi sözdə hər hansı bir məna vermək olmur.
düşünmək olmur. Ona görə deyib nə edeyim? Hər sənədə məsələ ləfzidir, qurtardı getdi. Yəni onların da dediyi sözü getib gördük orada bu yəni İmamiyyə və Mötəzilənin dediyindən başqa bir şey yoxdur. Ya da oradan ya gözlə görməlisən, ya da gözlə görmək deyil, həmin o qəlblə görmə adlandırılır, o cürünə təbil etməkdir. Üçüncü burada yoxdur. Çünki bunlar üçüncünü çıxartmağa çalışırlar ki, üçüncü mövcuddur. Məsələ budur ki, üçüncünü düşünmək olmur. İnşallah sözlərini oxuyanda görür, doğrudan Fəzl ibn Ruzbahanın dediyi kimidir. Niza, yəni ancaq ləfzidir. Çünki ləfzi olsa üçün söhbəti burada bağlayıb qutarsın, getsin. Amma müraciət edəndə görəcək ki, yox, o cür nə deməyiblər. Və sallallahu aleyhi və səyyidina və nəbiyyina Muhammed və alə aleyhi və təyyibinə.